Axşamınız xeyir, dəyərli vətən övladları. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İstər siyasi arenada, istər vətənin ərazi bütövlüyünün qorunması zamanı şəhid olan bütün vətən övladlarının ruhunu çox ehtiramla yad edirik. Hər birinə Allahdan rəhmət diləyirik, hamısının məkanı cənnət olsun. Dünən 25 dekabrda Azərbaycanda çox sayılı şənliklər keçirilib. Xalqımızın haqqıdır. Biz qalib ölkənin sevincli vətəndaşlarıyıq və şənlik keçirmək bizim haqqımızdır. Amma dünən bizim həm də eyni zamanda ağrılı bir günümüz idi. 25 dekabr 2024-cü ildə Rusiya ərazisində, Qrozn səmalarında bizim bir sərnişin təyyarəmiz vuruldu və həmin təyyarə Aktauda yerə düşdü Qazaxıstanda. 80 nəfərdən çox insanımız şəhid oldu. Yaralananlarımız oldu və orada şəhid olan, vəzifə başında şəhid olan insanlarımıza Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Milli Qəhrəman adı verdi və buna görə ona ayrıca təşəkkürümüzü bildiririk. Dünən isə xalqımızın bəzi nümayəndələri, bəzi idarələri 25 dekabrda yeni il şənliyi keçiriblər. Bayram şənliyi keçiriblər. Bilirəm, bu günlər bayram ərəfəsidir. Amma hər halda 25 dekabrda bayram şənliyi keçiriləcək gün deyildi. Bizim 80-dən çox insanımız düşmən ölkə tərəfindən, Rusiya səmalarında vurulmuşdu və onlar sözün tam mənasında şəhid olmuşdular. Məsələn, mən dəqiq bir təşkilatı deyim, düzdür, insanlarımızdan çoxu dünən bayram şənliyi keçirib, amma Azərquşçuluq deyə çox böyük bir təşkilat var Azərbaycanda. MMC-dir, gəlir gətirən təşkilatdır, istehsalçı təşkilatdır. Onun rəhbəri var, Vüqar müəllim Qasımov. Biz ona məktub yazdıq. Biz ondan şəhid ailələri, müharibə veteranları üçün bayram keçirilməsinə kömək istədik və onlar bizə kömək etmədilər. Yox, biz bayram keçirdə bilmirik, bizim maddi imkanlarımız yoxdur. Amma Azərquşçuluğun, yəni Vüqar müəllimin şəxsi köməkçisi Samirə xanım mənim övladım yerində olan Samirə xanım mənə çox böyük yalanlar danışdı. Sanki mən uşağam və Samirə xanımın maşını biraz bahalıdır deyə elə başa düşür ki, o nə desə hamı inanacaq. Elə deyil Samirə xanım. Mən sizə dedim ki, mən müharibədə olmuşam. Çevrənizdə olanlar da müharibə veteranlarıdır, şəhid ailələrdir, onlara kömək lazımdır. Və Samirə xanım mənə allatdı ki, o işlə məşğul olan Ülviyə xanım da Türkiyədədir. Halbuki Ülviyə xanım da buradadır və o işlərlə də birbaşa Samirə xanım özü məşğuldur. Və dünən Niagara restoranında Azərquşçuluq matəm günündə, həm də şəhidlərimizin bir ili tamam olan gündə bayram şənliyi keçirilir. Demək ki, bu xalqın nə dərdindən, nə alovundan, odundan, nə sevincindən bunların xəbəri yoxdur. Və mən çox təəssüf eləyirəm. Çox təəssüf eləyirəm ki, dünən təyyarə qəzasında, Qrozn səmalarında vurulub, Aktauda yerə çırpılıb paramparça olan Azərbaycan hava yollarına məxsus təyyarədə şəhid olan 80-dən çox vətən övladının
xatirəsini bəzi adamlar heç yada salmadılar. Təəssüf edirəm. Allah rəhmət eləsin şəhidlərimizə. Hər birinin ruhu şad, məkanı cənnət